Dostlar salam, hər vaxtınız xeyir olsun. Mənim Aşəm Dərs Mərkəzinin Abidjan şöbəsinin Azərbaycan dil və ədəbiyyat müəllimi 25-5-ci ay 2025-ci ildə çox özəl bir gündə verdiyiniz blok imtahanının Azərbaycan dilindən sualların izahını sizə təqdim edirəm. Başdan hər kəsə uğurlar. Ümid edirəm ki, hər kəsin cavabları tam şəkildə doğru olar. Demək, birinci sualda istəyir ki, bizdən hansı sıradakı sözlərin yeri dəyişdirilsə, cədvəldəki uyğunsuzluq aradan qalxar. Gəlin müəyyənləşdirək. Demək, loqaritm oyla yazılır. Yadınızda qalsın. Ekskavator ayla yazılır. Trayektoriya ayla yazılır. Kanyon ayla yazılır. Konsepsiya odur. Samovardır. Paravozdur. Stomatologiyadır. Korrektordur. Qarnizondur. Burada 2 və 3, 4. Bunlar ayna yazılmalıdır. Cavabım olar A. İkinci sualda deyir ki, budaq cümləsi baş cümləyə bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümlə rahat suallardan biridir. Sual funksiyası itirmiş, sual əvəzliyi axtarırıq. Arvadın canına və birinci tərəfə baxırıq. Canına vahimə düşdü. Deyirlər, yoxdur. Bax, C variantı. Kiminlə işləmək istərsən? Kiminlə? Onunla. Allah yer gördü ki, burada yoxdur. Zərnigar yoxdur. Cavabım olar C. Üçə baxıram, deyir ki, uyğunluğu müəyyən edin. Gəlin biz də eləyək. Söz kökündəki açıq saytın tələffüzü qapalı sayta keçir. Kökdə. Demək, səslərdə şəkilçidədir. Oxşuyur. 1-ə yazırsam B. Sözdə başqa söz var. Mətbə negativ təbiəti yoxdur. Sözdəki qoşa saytlərdən biri tələffüzdə düşür. Mətbə sözündə 2-yə yazırsan C. Sözün tələffüzündə səs artımı baş verir. Burada təbiət sözdür. 3-ə yazırsan Y. 1, B, 2, C, 3 cavabın olar A variantı. 4-də deyir ki, söz birləşmələri əsasında uyğunluğu müəyyən edin. Gərginliyin nəticəsi oxşayanlardan biri böyüklərin duası. Demək, hamısına aiddir, yalnız ikisinə aiddir. Aslı tərəfi yəlik haldan isimli ifadə olunub. Gərginliyin demək, oxşayanlardan böyüklərin. Burada sadəcə bir dənəsinə aiddir bu fikir. Bu A olanları at. Tərəfləri qulluqca sadədir. Gərginlik düzəltmədir, böyük düzəltmədir. Demək, B olanlar da at. Birinci tərəf isimə aid qrammatik şəkilçilər qəbul etsə də isim deyil. Oxuyan fe'li sifət böyük sifətdir, amma gərginlik isimdir. İkisinə aid fikirdir. 2-yə yazırsan C. Mübtədanın ifadə vasitəsi kimi işlənə bilir? Hər üçü işlənə bilir. Demək, 1-ə yazacağıq D. Ondan sonra kökü fe'l olan düzəltmə sözü işlənmişdir. Gərginliyin kökü gərmək fe'lidir. Böyüklərin sözü böyümək fe'lidir. İkisinə aid fikirdir. Demək, buraya yazacağım Y. 1 D, Y. 2C cavabım olar. Deməli, 4-cü sualda daha doğrusu demək 1-ə yazdıq D, 2-yə yazırıq C, 2-yə C-ni yazırıq. Burada yuxarıda qarışıq yazmışam, üzülürsən C, Y. Bəli, 1-də 2C cavabım olar C variantı. Sonra 5-də deyir ki, əlavələrin hansı cümlə üzünə aid olduğu ilə bağlı ardıcıllığı müəyyən edin. Səmanın dərinliklərində tire, ağ buludların arxasında harada bu zərflikdir. Demək, zərflik 3-dür. Buraya 3. O, günlərin xatirəsi hələ də bizimlə idi. Qanlı qadal, bax, bizimlə idi. Qanlı qadallı günlərin canlı şahidləri ilə idi. Demək, buraya yazıram 4. Xəbər 4 nə yazılıb? Leyli və Məcnun operası Üzeyir Hacıbəyovun ölməz əsəri nə? Bu mübtədadır. Buraya yazıram 1. Aşıq Səfər sazı dostunun yadigarının nəyi? Bu da tamamlıqda yazıram 2, 3, 4, 1, 2. Cavabımız olar B variantı. 6. Deyir ki, hansı cümlələrdə qrammatik norma pozulmamışdır? Demək, hansı cümlələrdə olar elə. Görünür uzaqdan kasıb daxmalar. Kasıb daxmalar uzaqdan görünür. İnversiya var. 1 olanları atırsan. Uşağın sifəti qızarmışdır. Burada pozulmayıb. Uşaqların çoxu bu fikirlə etiraz etdilər. Çoxu təkdəcə etdilər. Təkdə olmalıydı. 3 olanları atırsan. Uşağı evə gəndə gördülər. 4-də pozulmayıb. Səninlə necə danışmalıyam? 5-də pozulmayıb. Bir neçə illərdir. Bir neçədən sonra il təkdə olmalıdır. Pozulub cavabın olaraq.
7. Dünyada saadəti, birlik və qardaşlığı bütün xalqlar, millətlər bərqərar etməlidir. Cümləsində həmciz cümlə üzvlərini müəyyən edin. Demək, saadəti nəyi, birlik və qardaşlığı nəyi, tamamlıq, bütün xalqlar, millətlər kim? Mübtəda, tamamlıq və mübtəda cavabım olar 1-3-dir. Uyğunluğu müəyyən edin. Fe'li sifət tamamlıq vəzifəsini işlənib, hərəkətin tərzini bildirən fe'l bağlamı işlənmişdir. Məsdər zərflik vəzifəsini işlənmişdir. Demək, gəlin tapaq. Gülümsəyib üzümə baxdın, nə tərzdə üzümə baxdı? Gülümsəyib hərəkətin tərzini bildirən fe'li bağlamadır bu. 2'ye yazırsan A. Ondan sonra deyiləni kiçik eşidər. Nəyi deyiləni bu? Fe'li sifət və tamamlıqdır. 1'e yazırsan B. Ondan sonra bahar yaxınlaşdıqca təbiət canlıları, burada tələbim yoxdur. Əli Bakı işləməyə gəlmişdi. Deməli, nə məqsədli işləməyə? Bu məsdəri və zərflikdir. 3'e yazırsan D. Ondan sonra məzdəklər susmağı daha üstün tutub. Məsdərdə amma tamamlıqdır. 1, B, 2, 3'dir. B-adi cavabın olar Y. Demək, 9'da deyir ki, elif inteqramlasından doğru cavabı müəyyən edin. Can evimə sığışmayan arzular, bir dünyada neçə dünya arzular. Eyni misra Dimin test bankında da var. Aslan bəy anasının yun daradığını görür. Fe'li birləşmə ifadə olmuş cümlə üzvü. Deyir var. Fe'li birləşməli ifadə olmuş. Can evinə sığışmayan arzular. Bu dünyada neçə dünya arzular. Can evimə sığışmayan Aslan anasının yun daradığını, anasının daradığını. Burada əslində hər ikisində fe'li birləşmə ifadə olmuş cümlə üzvü var. Bir ortaq olmalıdır. Mübtəda ümumi isimli ifadə olunur. Yine arzular. Burada Aslan bəy xüsusidir. 2'ni götürürəm. Ondan sonra demək, cümlə fe'li xəbər nə edər, arzular nə edir, görür, fe'li xəbər düzdür. Hər bir cümlə üzvünün söz birləşməsi ifadə olunub. Xeyr, Aslan bəy anasının yundan nə etdi, gördü. Söz birləşməsi deyil. İkinci dərəcəli cümlələrin hamısı iştirak edib. Məsələn, təyin yoxdur. Cavablar 2-3-2. 10. Azərbaycan hərbi sahədə qazandığı qələbələr Şuşanın düşmən işğalından xilas edilməsi müharibənin taleyində həlledici rol oynamışdır. Cümləsilə bağlı doğru fikri müəyyən edin deyir. Demək, gəlin doğru fikri müəyyən eləyək. Altından xətt çəkmiş söz qismət sözlə əvəz edilsə leksik norma pozulmaz, pozular. Bir qrammatik əsasdan ibarətdir. Bəli, bu sayda cümlədə yoldaşlar. Azərbaycan hərbi sahədə qazandığı qələbə, Şuşanın düşmən işğalından xilas edilməsi müharibə həlledici rol oynamışdır. Bəli, burada bir qrammatik əsas var. Cavabın olar B variantı. 11-ci sualda yoldaşlar, burada əgər təəccüb sözündən sonra vergül qoyulubsa ki, məndə 3 dənə vergül yoxdur onsuz da. Deyir ki, bu dəfə həm təəccüb, həm də heyrətlə Əhmədəm etiraz etdi yəqin ki. Ay oğul, nə yaman arxayın danışırsan, axı sənin nəyin var ki? Demək, nə edirik? Burada təəccübdə onsuz da vergül var. Qoşan nöqtəni burada qoyuruq. Ay oğul xitabdır. Nə yaman arxayın danışırsandan sonra yenə vergül. Axı sənin nəyin var ki? Burada da tire olmalıydı və sonunda da sual işarəsi. Demək, qoşan nöqtə 1 tire qoyduq, 2 vergül qoyduq və birdən sual işarəsi. Yəni, buradakı tire bilmirəm niyə yazılıb, amma yox. Tire burada ay oğulun qabağında. Cavabın olar Y. Zərfliyin məna cənövlərinə görə işlənmə arzusu ətrafa baxa-baxa, ora-bura, ətrafa, ora-bura. Demək, bunlar olacaq bizim nəyimiz? Yer zərfliklərimiz. Buraya 3. Bərk fanından sal güclənə tərzdə, bu tərzdir. Buraya 1. Fermer təsərrüfatının məhsulu 1'ə 5 bu kəmiyyətdir. Buraya 4. Gec-tez əzəli torpaqlarımız düşmən tapdağından azad olundu. Gec-tez azad olundu. Nə zaman? Burası zamandır. Burası 2, 3, 1, 4, 2 cavabın olar D. Cərgələrdən birində sözlər omonim səcəvi daşıyaraq sifət və fe'l kimi işlənə bilir. Dolu sifət olur, amma dolu fe'l olmur. At isim olur, sifət olmur. Dik sifət fe'l olacaq, sarmaq fe'li sifət olacaq, sağmaq fe'li sifət olar. Cavabın olar C. Nümədə tünd qara hərflə verilmiş sözlərə aid fikirlərin ardıcıllığını müəyyən edin. Sən vurğun olma şirin dillər, dillərin vurğunu. Demək, bu hal şəkilçili isimdir. Bunun qarşısına yazırsan 2. Sözündə ötkəm ol, əmr şəklində olan fe'ldir. Bunun qabağına yazırsan 5. Sən gözəl qızsan, gözəl burada sadə sifətdir. Buraya yazırsan 1. Bizim yerli çallı əvəzlikdir. Buraya yazırsan 2. Heyvamsan məsbət və xəbərli şəkilçili isimdir. Burada yazırsan 4. Deməli 2, 5, 1, 3, 4.
Ardıcılı bu şəkildə mi qoyduq? Daha doğrusu 2 deyirəm. 3, 5. Dillərin yəlik aldı. Misimoid 3, 5, 1, 2, 4. Bəli, cavabım olar C. Sonra yazda dağların əriyən qarı üzü aşağı axaraq kürə qovuşur. Onun dumduru sularını bulandırır. Nümunəsindəki cümlə üzvləri haqqında doğru fikri müəyyən edin. Demək, cümlədə isim və feili xəbər var. Qovuşur feili xəbərdir. Bulandırır feili xəbər. Nümunədə yalnız isim birləşmişlənmişdir. Üzü aşağı axaraq feil bağlama tərkib feili birləşmədir. Yazdı isimli ifadə olmuş zaman zərfli yox tərkibin içindədir. Cümlədə sifətli ifadə olmuş təyin işlənmişdir, yoxdur. Nümunədə üç cümlə üzvü söz birləşməsi ifadə olunub. Yazda dağların əriyən qarı üzü aşağı axaraq kürə qovuşur. Nə tərzdə? Yazda dağların əriyən qarı axaraq qovuşur. Onun dumduru sularını bulandırır. Demək, qovuşur nə? Dağların qarı mübtəda, nə tərzdə üzü aşağı axaraq zərflik və neydir bulandırır? Nəyi? Onun sularını tamamlıq söz birləşməsi ifadə olmuş cümlə üzvləridir. Feildən düzəlmiş isimlər hansıdır? Mən burada yəni tam görə bilmirəm. Qarışıq sifətindən yaranır, bölməkdən bölgə ismi yaranır, döyüş ismindən döyüşçüdür. Bu 4-ü oxuya bilmirəm. Sayıqdan sayıqlıq, demək, feildən düzəlmiş isimlər hansıdır? Döyməkdən döyüş, döyüşdən döyüşçü. Demək, böldən bölgə. Bu yəqin ki, sərməkdən sərgidir. Ondan sonra sayıqdır, bir də ağarmaq feilinin ağartıdır. 2, 4, 6 olar cavabımız C. Ondan sonra buna baxdıq. 15, 16-ya da baxdıq. 16-ya da baxdıq. Demək, 17-yə baxıram. Hal sərgidəki sözlərin hamısında isə köməkçi sözü idi köməkçi sözündən istədiyindən sonra işlənmişdir. Oxuyarlar, burada ümumiyyətcə idi yoxdur. Bilər idi isə, eşidir idi isə, oturacaq idi isə cavabın olar elə B. Yazdıda idi deyil, alacaq idisə görmüşdə idi yoxdur. Yazacaq idi var, görmüş idi var, amma aldıdadır zamandır. 18. Demək, elifbeni diaqramlarsan yanlış fikirləri müəyyən edin. Gəlin eləyək. O həmişə deyirdi ki, doğma torpaqlarımızı unutmamalı, onun hər qarşını geri qaytarmalıyıq. Deyirdilər ki, qədimdə daş qoyub yurt salan adamın gözəl bir qızı varmış. Mübtəda əvəzlik tamlıqlardan birisi isim birləşmə ifadə olunub. O deyirdi, düzdür, amma doğma torpaqlarımızı unutmamalıyıq. Torpaqlarımızın nəyi? Onun hər qarşının nəyi? Burada onun qarşının tamamlıqdır, mübtəda əvəzlikdir. Bir olanları çıx, bizdən yanlış istəyir. Nümunədəki xəbərlər eyni zamanda eyni şəkildə olan feillərlə ifadə olunub. Demək, nümunədəki xəbərlər unutmamalıyıq, qaytarmalıyıq. Unutmamalıyıq, qaytarmalıyıq. Deyirdilər, burada deyirdi, indiki zamanda xəbər şəklində unutmamalı vacib şəklində, ona görə 3 olanları çıxıram. Zəhli və təyin ifadə vasitələri eyni səsdir. O həmişə deyirdi ki, doğma torpaqlarımız həmişə zaman zərfli, doğma sifət, biri zərflə, biri sifətli ifadə olunub. 4 yanlışdır, demək 2-ni seçmişdik. Əsas tərəf feili sifətli ifadə olunan feili birləşmə cümlənin təyinidir. Qədimdə daş qoyub yurt salan hansı düzdür? Həm baş, həm budaq cümlə mübtəda buraxılmış müəyyən şəxsdir. Deyirdi kim onlar? Qeyri-müəyyən 2, 4, 6 D olar. 19. Hansı cümlədə işlənən ədat başkənd hissəsili homonimliyi təşkil edə bilər? Demək, gəlin tapaq. Mühəndis Əsənov düz feili ilə, biz səninlə Tamilə razıyıq, qoy feili ilə, tərpənin, maşın hazırdır, yolcu yolunda gərək. Demək,
Biz sənli tamir razıyıq, hörmətli həmkar. Sonra deyir olmaz dostum, dostum xitabdır, yəni sual ədatı, yəni bağlayıcı ilə cavabın olar Y. 20. Cərgəyin bir bütün sözlərin yazışı səhvdir. Püxtələşmək, püxtələşməkdir. Referatdır, nüsxədir. A. 21. Cümlələrdən şəxsə görə növü hansı bənddə düzgün verilib? Bütün məclislərdə onun qəhrəmanından bəhs edilirdi. Bu şəxssiz cümlədir. Bütün məclislərdə onun qəhrəmanından bəhs edirdilər. Kim beyindəki onlar? Bu qeyri-müəyyən şəxsdir. Birinci şəxs, ikinci qeyri-müəyyən ilə cavabın olar A. Sonra 22-yə baxaq. Verilmiş cümlələrə əsasən Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Uçub-caz tarlalar, biçənəklər, yaşıl yamaclar bir-birini əvəz edirdi. Axşam günəş işıqlarını əks etdirən asfalt yolla bir neçə maşın gəlirdi. Demək, görək nədir burada? Düzəltmə isimlərdən biri feildən, digər isimdən düzəlib. Düzəltmə isimlərin biri biçənək söz biçmək ismindən, yoncalıqlarda yonca, biçmək feilindən, digəri yonca isminə yaranıb. Bir düzdür. Sayıda düzəltmə sifət işlənmişdir. Burada mən ümumiyyətcə bir dənə mürəkkəb sifət görürəm, bir dənə də sayıda düzəltmək görmürəm. Hal şəkilçi isimlər cəm şəkilçidə qəbul etmişdir. Demək, uçub-cazsız tarlalar, biçənəklər, yaşıl yamaclıqlar bir-birini əvəz edirdi. Demək, burada hal şəkilçili isim yoxdur. Şəxsi və kəmiyyətə görə dəyişən feil iki zamandadır. Əvəz edir indiki zaman. Gəlir indiki zaman, düzdür. Ayrı yazılan iki mürəkkəb söz işlənib, əks etdirmək və bir də bir neçə söz. Bir əks etdirmək, bir də bir neçə. 5 düzdür. Sifət və zərf işlənməmişdir. Bəli, düzdür, işlənməyib. 6 da düzdür. 1, 4, 5, 6, B. 23. Demək, verilmiş cümlələrlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Yamaclar təzə açılan bahar çiçəklərlə dolu idi. Külək güllə kimi vıyıldayaraq ağacların budaqlarının onun üzərinə çırpırdı. Demək, bütün cümlə üzvləri bir-birlə sintaktik əlaqədədir. Burada dolu idi. Bahar çiçəklərlə nə yamaclar? Yamaclar dolu idi. Nə ilə? Tamamla mübtəda var. Bunlar heç vaxt bir-birlə sintaktik əlaqəyə girməz. Xəbər sifət təyin isə feil sifət tərkibli ifadə olunub. Demək, dolu idi, düzdür. Təzə açılan, düzdür. İkini götürürəm. Ondan sonra ikinci cümlədə qoşma ilə işlənmiş söz müstəqil cümlə üzvüdür və xəbərlə birbaşa qrammatik əlaqədədir. Külək güllə kimi vırıldayaraq. Xeyr, tərkibin içindədir və müstəqil deyil. Buradan yanlışı seçməliyəm, seçdim. Tamamlıq ismi birləşmə ilə ifadə olunmuşdur. Ağacların budaqlarının nəyi düzdür? Hər iki cümləyə aid ortaq düz fikir tapmalıyam. Mübtədanın ifadə vasitəsi isimdir. Yamaclar dolu idi. Külək çırpırdı. Hər ikisinə aiddir. Düzdür. Bütün ikinci dərəcə cümlələr işlənmişdir. Demək, birinci cümlədə məsələn zərflik yoxdur. Cavabın olar 2, 3, 5. 24-də baxıram. 24-də nə istəyir bizdən? Nümunədə feilləri əsasən düzgün fikirləri müəyyən edin. Könül bir quşdur ki, sevməz əsarət, daim çırpınır, istəyir. 3 dənə feil var. Sevməzdi, çırpınırdı, istəyirdi. Bütün feillər xəbər şəklindədir, indiki zamandadır. Demək, istəyir, çırpınır. Bu bir. Bizdən nə istəyir? Sevməz, istəməkdən istəyir. Feillər, bütün feillər xəbər şəklində indiki zamanda. Sevməz gələcəkdir. Bunu atırsan. Feillərdən bir qayıdış ikisi məlumdur. Çırpınır qayıdışdır. Sevməz istəyir məlumdur. Düzdür. Bütün feillərin tərkibində iki şəkilçi var. Sevməzdə zaman və inkarlıq. Çırpmada istərdə bir dənə var. Feillərin heç birinin kökü homonim deyil. Düzdür. Məlum növdə olan feillərdən bir sayı digər düzəltmədir. Demək, məlum növdə olan feillər. Burada istər və sevmə sözü məlumdur. İkisi də sadədir. Feillərdən biri inkardır, ikisi təsdiqdədir. Bəli. Sevməz inkarı digərlər təsdiq 2, 4, 6 olar. Ondan sonra 25. Cümlələri əsasən doğru fikirləri müəyyən edin. Gəlin eləyək. Günəş qalxıb dağların, meşələrin
brilyant kimi şəffaf işığı qərq etdi. Sanki günəşdən qaçan süd kimi ağ duman layları sürətlə qərbə sürünürdü. Demək, hər iki cümlədə həm şəxsə, həm kəmiyyətə görə dəyişə bilər, həm də dəyişə bilməyən feil. Yəni təsvirlənən də təsriflənməyən. Qalxıb təsriflənmir. Məsələn, qərq etdi təsriflənir. Qaçan təsriflənmir, sürünür təsriflənir. Bir düzdür. Sonra ikinci cümlədə qayıdış növdən feil keçmiş zamanda, sürünür indiki zamandadır. Hər iki cümlənin qrammatikasını təşkil edən üzvlər söz birləşməsi ilə ifadə olunub, sürünür məsələn xəbəri olunmayıb. Birinci cümlədə işlənən bütün sözlərin quruluşca növü eynidir. Quruluşca növü məsələn günəş sadədir, brilyant kimi şəffaf işığa qərq etdim. Demək, birinci cümlədə işlənən bütün sözü qərq etmək mürəkkəbdir, bunu götürmürük. İkinci cümlədə həm zərf, həm də zərfli işlənmişdir. Demək, sürətlə həm zərfdə, həm zərfli. İkinci cümlədəki düzəltmə sözlərin hər biri fərqli hissəsidir. İkinci cümlədəki düzəltmə sözlərdə 2 dənə düzəltmə söz var. Demək, günəşdən qaçan süd kimi ağ duman layları sürətlə var, bir də sürünürdü var. Sürətlə zərfli, sürünürdü, feildir. Cavabın olar 1, 5, 6. 26-ya baxaq. Hansı cümlənin tərkibində qrammatik mənası müxtəlif cür düşünülə bilən söz var? Burada deyirəm, nə sual əvəzli kimi düşünə bilərəm, ədat kimi düşünə bilərəm. Ondan sonra, nə yaxşı insandır, burada yoxdur. Ancaq sən bu suala cavab vermədin. Məhdudlaşdırıcı ədat və qarşılaşdırma bağlayıcı kimi düşünə bilərəm. Elə oturmuşdu ki, narahat olmağa başladıq. Elə ədat kimi düşünə bilərəm və əvəzlik kimi düşünə bilərəm. Bizdən sonra danışar, sonranı zərflik, zərf və qoşma kimi düşünə bilərəm. Altda da yoxdur. 1, 3, 4, 5 olar. 27. Frazoloji birləşmələrlə bağlı uyğunluğu deyir. Boynundan atmaq, yəni yaxasını kənara çəkməkdir. Cin atına minmək, zəncir çeynəmək və hirsi başına vurmaqdır. Demək, B-yi. Gözünə kül üfürmək. Bu da gözünə pərdə asmaqdır. A. Üstə söz sualları yoxdur. Ümid edirəm ki, onları düz yazmısınız. Ümumi izahlarım bu qədər. Sağ olun, hələlik.